Əziz dostlar, axşamınız xeyir olsun. 7 may 2026-cı il Bakıdayıq. Bakıda növbəti video kommentli olacaq, danışaraq göstərəcəm. Çünki bugün axşam vaxtı biz Bakının Ecazkar dənizkənarı bulvarını gəzəcəyik və axşam görüntülərini sizə təqdim edəcəm. Bundan öncə bəzi videoları kommentsiz sizə təqdim edirdim. Çünki təkrar olurdu o videolar. Bundan öncə gəlişlərimdə də çəkirdim deyə kommentsiz gösterdim, ama bəli, bulvarı da çəkmişik bir neçə dəfə, amma axşam vaxtı doğrudan da buranı şərh elə göstərəcəm. Baxın, burada böyük park yeri var. Bilənlər bilir, Dəniz Molun önündədir. Yuxarıda alov güllələri hal-hazırda Azərbaycan milli bayrağına bürünüb rənglərinə. Bu tərəfdə isə Dəniz Moldur. Azərbaycan bulvarı çox uzundur. Bulvar biz dənizkənarı milli parka deyirik. Bunu hamı bilir. Mən istəyirəm əvvəlcə biraz o tərəfə gedim. Oradan görüntülər alım. Sonra vaxt qalsa arxa tərəfə də gedərik. Axşamlar bura maraqlı olur. Bugün hava çox isti idi. 20-21 dərəcə temperatur. Gözəl hava var idi. Dənizkənarı milli park Bakı sakinlərinin sevimli istirahət güşələrindən biridir. Yuxarıda böyük alov güllələri, orada əl oyunları idman sarayı və bu tərəfdə Dəniz Mol. Dəniz Moldan bundan əvvəl, yəni bir il əvvəl, 2 il əvvəl geniş videolarımız var. Qarşıda Şeytan çarxıdır. İndi o tərəfə gedək, baxaq nə var, nə yox. Adam da çoxdur. Hamı çıxıb gəzintiyə, təmiz hava qəbul edirlər. Dənizkənarı milli parkda bir neçə dənə nəqliyyat növü var. Velosipedlər, samakatlar kiraya götürüb buranı gəzə bilərsiniz. Çünki çox uzundur, böyüdür. 25-30 kilometr uzunluğu var. Dünyanın ən böyük dənizkənarı istirahət parklarından biridir. Bundan önceki videoda Riviera Otel restoran oradaydıq. Oradan da gözəl mənzərə izləmək istəsəniz birbaşa Xəzər dənizinə açılan panorama var. Orada oturub qəşəng yemək yeyib çay içə bilərsiniz. Mənzərədən zövq alacaqsınız. Flame Towers alov güllələri rəngini dəyişdi. Hal-hazırda alov rənginə bölündü. Orada telegüllədir. Baxın, yaxınlaşdırdım. İdman edən insanlar da var. Qaçış, gəzinti maraqlıdır. Bəlkə bu videom biraz uzun olsa YouTube'dan baxarsınız tam videoya. İstəyirəm bugün dənizkənarı milli parkı tam göstərməyə çalışacağım. Bacardığım qədər. Hamısını əlbəttə göstərə bilməyəcəm, amma bacardığım qədər göstərəcəm. Bu arada Bakıya gələndən izləyicilərimiz də artır. YouTube'da əsasən 22.000 takipçiyə yaxınlaşırıq. Hamıya təşəkkürlər. Burası isə Çayki restoranıdır. Və Şeytan çarxı 15-20 dəqiqəyə bir dövrə vurur. Oradan da gözəl mənzərələr seyr edə bilərsiniz. Qarşıda isə milli bayraq meydanı, dünya rekord Guinness kitabına düşmüş Azərbaycan milli bayrağı çox hündürdür. Məndən sağ tərəfdə isə nə var? Məşhur Inturis mehmanxanası. Yeni halıdır, lüks, remont olunub bir neçə il əvvəl. Bu tərəflərdə isə gözəl yeni binalar. Qarşıda Kempinski Otel, Riviera Otel restoran. Baxın, ora Kempinskidir. Bu tərəfdə də bir neçə dənə restoranlar, Riviera və sonra PS Lounge, hansı ki Antalya The Land of Legends'də də bir filialı var. Bu hissə ümumiyyətcə burada tikilmiş binalar sanki Monakonı, Fransanın Monakosunu xatırladır. Birbaşa dənizə baxan lüks binalardır. Çox qəşəng yerləşməsi var. Ora
O tərəf artıq Bayıl 20-ci sahə adlanır və çox gözəl düzəldilib buralar. Axşam görüntüsü də gözəldir, gündüz görüntüsü də. O qarşıdakı isə Azərbaycan bayrağına bürünmüş, Azərbaycan bayrağı rənginə bürünmüş yer Kristal Hall adlanır. Böyük bir konsert tədbir zalı. Doğrudan da Bakının bu hissəsi mənim çox xoşuma gəlir. Baxın, göstərirəm sizə. Lüks restoranlar, otellər və möhtəşəm binalar. Baxın, təsəvvür edin, bu binalarda necə gözəl mənzərə var. Birbaşa dənizə baxır hamısı. Bayraq meydanına, Şeytan çarxına və s. Yuxarıda Dağüstü parkdır. Baxın, Şəhidlər abidəsi də buradan görsənir. Belə, buradan o tərəfə artıq getmirəm. İndi isə qarşı tərəfə gedəcəm. Dəniz Moldan üzü Targovo küçəsinə, yəni mərkəzə tərəf. Bizim sevimli yerimizə. Dəniz Molun önünə gəldik. Bu arada Dəniz Molun alt hissəsində də gözəl restoranlar var. Həm də bugün Bakıda doğrudan da Küləklər şəhərində çox sakit, küləksiz, rüzgarsız, sakit bir hava var. Çox qəşəng, təmiz havadır. Əsil gəzmə havası. Dəniz Molun önündən İdman Əl Oyunları Sarayının isə arxasından keçərək gedirik hara? Xalça Muzeyi tərəfə. Sol tərəfdə Xalça Muzeyidir. İşıqlandırması heç ki yoxdur. Və biz də gedirik o tərəfə. Dəniz Molun içində çox böyük bir təyyarə var. Baş hissəsi buradan göstərirəm sizə. Kinderland maraqlı bir yerdir. Və artıq əziz dostlar, Dəniz Molu keçdik. Arxada qaldı və tam dənizin sahili ilə gedirik. Qarşıda əvvəlki adı ilə Yacht Klub deyilən restoran. İndi bilmirəm fəaliyyət göstərir ya yox, adı nədir. Orada bir neçə dənə yaxtalar görürəm. Ümumiyyətcə Xəzər dənizində gəzinti var. Gəmi vasitəsilə yeni gəmilərdir. Minməsəm də videolarda görmüşəm, qismət olsa bəlkə minəcəm, çəkərəm. Siz də gəlsəz bilin ki, hardasa qarşı tərəfdədir. Gəmi ilə gəzinti var. Və bu hissə artıq Dənizkənarı Milli Parkın tam mərkəzi hissələridir. Qarşıda Venetsiya parkı var və s. Çünki ən yeni hissə o tərəfdir. Crescent Mall'dan o tərəf. Burada yenidən bir öncə yeni idi. Məndən arxada bayaq olduğumuz yer. Bura isə tam ilk inşa olunan bulvar hissəsi buradır. Önümüzdəki bu ərazi isə Mini Venetsiya adlanır. Venetsiya parkı, orada da Venetsiya restoran. Yaxınlaşdırdım. Və burada turistlər, yerlilər balaca kandolalarla gəzə bilərlər. Gündüzlər. Burada da daha bir bayraq meydanı var. Baxın, ora lotkaların, kandolaların olduğu yerdir. Oradan çıxırlar və kanallar boyu gəzirlər. Bu tərəfdə isə restoranlar, kafelər. Yenə də Azərbaycan bayrağı. Hal-hazırda Bakıda əlbəttə ki, turistlər həmişə olduğu kimi çoxdur. Ətrafın yaşıllığına, gül, çiçək, ağaçlara söz ola bilməz. Hər yer çox qəşəngdir. Qarşı isə Azneft meydanı, neft şirkətinin keçmiş binası,
Four Seasons Otel, dünyaca məşhur birin. Və burada da səs ötürücü ilə milli mahnılar səsləndirilir. Məndən arxada isə gözəl Azərbaycan bayrağı dalğalanır. Və gəldik, çıxdıq Dəniz kənarı Milli Parkın ən maraqlı hissəsinə, hansı ki dənizə çox yaxın gəlib buralarda otura bilərik. Çox insanlar gəlirlər burada, oturub sakit dənizi seyr edirlər, söhbət edirlər. Maraqlı vaxt keçirmək üçün gözəl yerdir. Bu hissə çox böyükdür, uzundur. Baxın, orada saat kuləsi var. Saata qədər bu ərazi davam edir. Burada daha bir maraqlı restoran, Naxış. Uzun illərdir bura fəaliyyət göstərir. Əvvəlki adlarını xatırlamıram. Bəlkə də elə Naxış olub, amma burada görürsünüz çəmənlikdə gözəl döşəkçələr var. Onların üzərində oturub istirahət etmək olar. Bu əvvəllər yox idi, bunu deyə bilərəm dəqiq. Mən görməmişdim. Və əziz dostlar, gəldik, çıxdıq hara? Dəniz kənarı Milli Parkın Bakının ən mərkəzi, ən gözəl küçəsi olan Fəvvarələr Meydanı Targov küçəsi ilə birləşdiyi yerdir bura. Orada yeraltı keçidlə birbaşa çıxırsan Bakının tam mərkəzi küçəsinə. Biz isə artıq bu tərəfə getmirik. Qarşıda nə var göstərim sizə buradan. Baxın, Hilton oteldir. Oradan da bu gəlişimizdə bir neçə əvvəl video çəkmişik. Yuxarıda gözəl restoran var, Sky Grill, 365 bar. Qarşısında Marriott Apcheron Otel. O tərəfdə isə Crescent Mall'un üzərində yeni inşa edilən binadır və s. Port Baku filan şəhərin gözəl hissəsidir orada. Mən isə bu tərəfə gedirəm. Bu hissələr bizə çox doğmadır. Həmişə əvvəllər nə sol tərəf var idi, nə sağ tərəf dəniz kənarı park var idi. İnsanlar burada gəzərdi. Buradan Targovya, Targovdan bura keçərdilər. Ona görə biz bugün bu yolu gedəcəyik. Bu tərəfdə isə bir neçə dənə fast food markaları qoyulub. Uşaqlar və böyüklər üçün. Qarşıda insanların toplaşdığı yer isə intellektual oyun həvəskarları ora yığışırlar, şahmat oynayırlar. Bu gördüyünüz bu yerdə çox uzun zamandır fəaliyyət göstərən bir yerdir. Burası isə kukla teatrıdır. Məşhur kukla teatrı.
Şəhərin tam mərkəzində yerdə şahmat var və insanlar hər gün bura gəlib şahmat oynaya bilirlər. Bura isə çox əski binadır, gözəl memarisi var. Kukla teatrı. Uzun illərdir kukla teatrı olaraq fəaliyyət göstərən bir yerdir. Orada arxa tərəfdə Luna Park var. Uşaqların oynaması, əylənməsi üçün karusellər. Və əziz dostlar, gəldik, çıxdıq dediyim o yeraltı keçidə, hansı ki bizi Fəvvarələr meydanı Targoviya aparır. Mən videomu burada yekunlaşdıram, amma bir digər videomda istəyirəm oradan kommentsiz olaraq çəkəcəm. Orada çoxlu marka mağazalar var və üzü o tərəfə doğru gedəcəm. İnşallah növbəti videonu izləmək istəsəz Bakı üçün darıxanlar izləsinlər. Sağ olun, var olun. Gələn videolarda görüşənədək.